Salam dostlar, söz analizi rubrikamız Füzulinin daha bir beyti ilə davam edir. Deyir, ləbin dövründə kim insan olan ona candır mütləq. Əgər abi həyat etsəm tələb, heyvanlığım vardır. Deməli, beytin sadə lüğəti mənası bundan ibarətdir ki, insan olan sənin ləbinə can deyər. Əgər mən ləbin olan yerdə abi həyat tələb eləsəm, demək heyvanlığım vardır. Yəni ilk baxışdan adama elə gəlir ki, Füzuli özünə həqarət eləyir, özünə qarşı təhkiramı söz işlədir. Ancaq diqqətlə baxanda görürsən ki, əvvəla burada feilin şərt forması var. Yəni abi həyat etsəm tələb. Yəni bunu heç vaxt eləmərəm. Əslində onu demək istəyir. O qədər əminəm ki, sənin ləbinin dirlik suyundan üstün olduğuna, abi həyat dirlik suyudur. Yəni biz ona Nizami Gəncəvinin İskəndərnamə poemasında da rast gəlmişik. İskəndər bütün dünyanı tutandan sonra gedir dirlik suyu axtarmağa ki, əbədi həyat tapsın. Ancaq orada parıldayan suya aldanıb, o sadə axan dirlik suyundan içə bilmir. Yəni reklama, parıltıya aldanıb əbədi həyat fürsətini qaçırdır. Füzuli burada ona işarə vurur ki, əgər mən sənin ləbin olan yerdə abi həyat tələb etsəm, demək heyvanlığım vardır. Yəni mən əvvəlki beytdə deyir axı, insan olan buna mütləq can deyər. Can da burada həyat mənasındadır. Abi həyat da həyat mənasındadır. Əslində canı Füzuli iki mənada burada işlədib. Can həm hacan mənasındadır. Bir müraciət eləyəndə, insan sənə müraciət eləyəndə can deyirsən. Həm bu mənadadır, həm də can ümumiyyətlə həyat, yaşamaq anlamında işlənir. Eyni zamanda abi həyat da, yəni dirilik, əbədi həyat deməkdir. Ona abi Kövsər də deyirlər və onun başqa bir adı abi heyvandır. Yəni bu beytdə işlənən heyvan sözü həm də dirilik mənasındadır. Yəni əslində abi Kövsərlə, abi həyatla və canla sinonimdir. Yəni Füzuli demək istəyir ki, mən sənin ləbinin nə qədər ki ətrafındayam, yəni onun abi həyatdan, əbədi həyatdan üstün olduğunu deməli bilirəm, anlayıram. Onun dirlik suyundan üstün olduğunu, əbədi həyatdan üstün olduğunu anlayıram. Və həm də dolayısıyla belə işarə vurur ki, əslində deməli edəmən tərk Füzuli səri köyü yarım, vətənimdir, 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 vətənim həmin estetikadır. Yəni sən Tanrı dərgahından, Tanrının eşqindən, o ayələr gələn ləblərdən, dodaqlardan heç vaxt kənarda deyilsən və Tanrının qarşısında o uca mövqeyin, üstün mövqeyin və əbədi həyatın da elə o ləblərin yanıdır, onların hüzurudur. Nəinki xəyallarda gedib abi həyat axtarmaq. Biraz da dərinə getsək, Füzuli deyir ki, əbədi həyatı, xoşbəxt həyatı öz əməllərində axtar, o əməllərlə Tanrına yaxın ol, onun məsləhət bildiyi, ayə kimi göndərdiyi deməli qayda qanunlara riayət eləməklə bu həyatı qazana bilərsən.